Herkese salam, kanalıma xoş gəlmisiniz. Bugün sizdən Shein sifarişlərimi açasıyıq. Əslində çoxdandır buradan sifariş etmək istəyirdim. Sadəcə risk etmirdim, düzünü desəm və hardasa bir aya gəlib çatdı. Çox maraqlıdır necə bir şeylər gəlibdi deyə və bunu da qeyd etmək istəyirəm ki, mənə 2 hədiyyə seçmək imkanı yaratdılar. Amma ki bilmirəm, bu ilk sifarişdir deyə yoxsa ki necə? Çünki mən düzünü desəm 2 akkauntdan sifariş eləmişəm və birisində verdilər, digərində vermədilər və mənə maraqlıdır ki, həqiqətən də ki verdilərmi? Ona görə açıb baxaq, nə var, nə gəlib. Çox maraqlıdır, çox həyecanlıyam. Çünki birinci dəfədir sifariş verirəm. Deməli, belə bir 2 dənə paketdir. Bunların ikisinə mən 25 manat vermişəm, kargo pulu ödəmişəm. Birinci belə balaca olandan başlayaq. Belə. İlk önce bunu açmak istəyirəm. Burada palettim, gördüğüm kimi. Şıqlamdan sifarişlər eləmişəm. Dəhşət bir makyaj eləyən kimi. Belə bir palettim. Bunu mən mamaya sifariş eləmişəm. Bunu açıb sizə göstərəcəm yaxından. Belə senlərdir. 4 rəngi var. Sonra Şıqlamın bu blush'ı. Mən Love Cake adında rəngində sifariş eləmişəm. Bunu da açıb baxmaq istəyirəm. Düzünü desəm, rumyana, bronzer falan istifadə etmirəm. Amma ki artıq istəyirəm başlayım və baxın necə olur deyə. Belə. Rənginə baxmaq istəyirəm, bir də qoxusuna. Qoxusu o qədər də yoxdur elə bil ki. Çox belə yumuşaq rəngi var. Əslində pis deyil. Yəni bunu da yoxlayıb baxasıyıq. Yəni ki çox yarki rəng deyil. Bunu da yaxından göstərəcəm mütləq. Sonra Şıqlamın lineri dodaq üçün. Məndə natural rəng 04'dür. Rəngim. Mən çox xoşuma gəlir bu Şıqlamın dizaynı falan. Yəni çox bəyənirəm. Belə. Bu belə avtomatik fırlanır və biraz tündü elə bil ki, amma ki düşünürəm ki mənə yaraşar yəqin. Bunu da yoxlamaq lazımdır. Sonra sonuncu bu paketdə konturdum. Işıq vurur, görmürəm nə yazılıb. Ne kadar da paketleyipler, çok beğendim həqiqətən. Rəngini falan hər birini mən yazacağım, böyürəm. Deməli bunun da upakovkası blush'ın upakovkasındandır və qoxusu eynidir. Biraz tündür bu da elə bil ki. Yəni mən bunu necə istifadə edirlər deyə bilmirəm. Ona görə yəni mənə tünd də gələ bilər. Yəni rəngimə uymaya da bilər, bilmirəm. Ona görə belə. Deməli bir paketdə də məndə burada bu neydi? Bu deməliyim. Yenə istifadə etmədiyim bir şey. Belə bir paletdir. Deməli burada bu paletdə 3 rəng var, fırçası var. Deməli liner, qaş üçün, də istifadə eləmirəm. Linerdir. Bir də ki
qaş üçündür. Prosta bunlar ikisi yəqin qaş üçün olar, onu bilmirəm dəqiq. Yəni bunu da yoxlayacağım. Bunun da fırçası belə balaca və belədir. Neyse, baxarıq. Və keçək ən maraqlısına və istədiyim. İnşallah qoyublar hədiyyəni. Deməli, burada yəni upakovkalaması falan çox superdir. Yəni həqiqətən özəninə upakovkalayıblar. İstədiyim Wonka bar paletidir. Deməli, belə bir zaşitli plonkası çıxır. Çox gözəl rənglərdir həqiqətən və çox özənmiş belə. Mən bunu yaxından da sizə göstərəcəm. Yəni həqiqətən çox gözəldir. Özdə mən istifadə etdiyim rənglərdə korичневый, nude. Bir də gil, bu nədir? Bilmədim. Neyse. Bunları da yaxından sizə göstərəcəm çünki çox gözəl rənglərdir. Ən çox da zərlisini istifadə edərəm. Çünki mən istifadə edirəm. Göndəriblər hədiyyəni. Deməli. Mən özümə duxu seçdim. Orada yəni duxu var idi. Cherry Dance. Maraqlıdır qoxusu. Belə bir flakondadır. Düzün desəm, cherry'nin dadı iyi gəlmir. Daha çox gül iyi gəlir. Mən gül iyi çox da sevməyən biri olaraq elə bildim cherry'nin iyi gələr. Bəlkə açılanda nəsə bir iyi gələr. Bəlkə də cherry'nin gülüdür. Bilmədim. Neysə. Belə. Bu hədiyyəmdir. Və bunlardan da birisi hədiyyəmdir. Bunlar body mistlərdir. Bilmirəm amma hansıydı dəqiq mənim body mistim. Upakovkası o qədər gözəldir ki, belə bir upakovkada. Bu Sol de Janeiro'nun upakovkasındandır. Belə rezini də var. Bunu da açacağım indi. Bir də bunu açacağım. Prosta baxın. Deyəsən bənövşəyə olan gəldi. Aha, buydu. Səhv eləmirəmsə. Budur. Belə. Bir dənəsi var. Mən body mistləri çox sevdiyim üçün, yəni sifariş eləmişəm. İnşallah da bunlar yaxşı, qalıcı və yaxşı olarlar. Və bu. Adları hatırlamıram nə idi? Yazılmayıb da üstündə. Bu da belə. 71 nömrə. 68 nömrə. Bir də yazılmayıb nömrəsi. Bu amma ki o qədər də özənlə paketlənməyib. Nəyəsəm. Bir dəqiqə. Çok güzel. Çok güzel, iyi. Çok güzel. Biraz sabunsu iyi var ama ki çok belə priyatlı iyi var. Həqiqətən. İnşallah qalıcı olur. Amma bilmirəm nə iyidir. Mən sizə altdan yazarım bunun iyini. Çox çətin bağlanır. Şimdi bunları açaq. Burada iyilər qarışdı. Çok güzel iyi var. Həqiqətən. Yəni hələ də gəlir. Hələ də gəlir iyi. Bu vanil belə şirinliyi var.
Amma çox vanillidir, yəni çox şirindir. Baxmayaraq ki, mən şirin, vanil, şokolad iylərini çox sevirəm. Bu elə bir həlləklik çox gəldi. Amma yəqin açıldıqdan sonra yaxşı olar. Və sonuncu. Hər yer burada qarışıbdır. Bu da приятный idi, yüngüllüyü var. Bunun yüngüllüyü var. Приятный idi. Yəni pis deyil. Amma ən çox bəyəndiyim bu oldu. Mən bu sifarişlərdən çox razıyam. Çox bəyəndim. Yəni ən çox da bu hədiyyələrə, amma ki o birisində də hədiyyə seçmək imkanım olsaydı, ondan da çox sevinərdim. Başqa bir şey də seçərdim. Bunların qalıcılığına istifadə edib bölüşəcəm. Yəni ki, aşağıda da yazacağım. Bu videoya çıxmamış yəqin istifadə eləyərəm. Yəni belə adlarını falan, linklərini bilmirəm qoya bilərəmmi. Amma ki belə qoyacağım. Şıqlamın məhsullarını da çox bəyəndim. İnşallah bunlardan sonra mən makiyaj etməyi bacararam. Və sifarişlərim bu qədər idi. Əgər videomu bəyəndinizsə, like qoymağı və kanalıma abunə olmağı unutmayın və mütləq şəkildə zəhmət olmasa mənə aşağıda kommentdə yazın. Sizə hədiyyə veribdi yoxsa yox? Çünki nəyə görə verilibdi, nəyə görə seçim imkanı yaranıbdı, onu mən bilmirəm dəqiq. Ona görə çox maraqlıdır. Bu videom bu qədər idi. Gələn videolarda görüşərik. Sağ olun.